Musa aleyhissalam Allah'a deyir ki, istəyirəm cənnətdə olan qonşunu mənə göstərəsən. Allah Həzrəti Musa'ya ünvan verir ki, get filan yerdə bir cavan oğlandır, odur cənnətdə sənin qonşun. Gəlir o cənnət, təbii ki də bu cavan oğlandan Həzrəti Musanı tanıyırdı. Peyğəmbər kimi qəbul eləmişdi, daha doğrusu Peyğəmbər kimi qəbul eləmişdi, amma təbii o vaxtı şəkil yox idi, filan yoxdu, üz cəhətdən tanımırdı. Həzrəti Musa gəldi, yandı bunun yanında, bu adam qəssab işləyirdi. Bilirsiniz də, şərii termində, şəriət fiqhində qəssablıq bəyənilməyən bir sənətdir. Niyə? Çünki insan qəddarlığa alışır. O malın, qoyunun başını kəsə-kəsə qan gözündə bu qəddarlıq da məlum olur. Ona görə bəyənilməyən bir hərəkətdir. Amma təsəvvür edeyim, bu qəssab deyir ki, Allah Musanın cənnətdə qonşusudur. Sual edir. Özü-özündə Həzrəti Musa sual edir ki, bu niyə qəssab bəyənilməyən bir sənətdir? Amma Allah bunu cənnətdə məndən qonşu edir. Gəlir bunun yanına, qəssab buna deyir ki, görürəm qəribsən, gəl gidək mən səni qonaq saxlayayım, qəssab deyir. Gidək mən səni qonaq saxlayayım. Gəlir evinə, baxır ki, deyir, mənim evdə bir işim var, sən qonaqsan, icazə ver o işi görüm, sonra sənə qulluq edeyim. Həzrəti Musa görür ki, keçdi otağa başladı yemək hazırlamağa, yemək hazırlaya bir qoca bir qarı nənə var. Başladı onun üstün, başın, altın dəyişməyə, düzəltməyə və yeməyi hazırladı, gətirdi, loğma deyə yeməyi elədi, verdi, həmən xanıma yedizdirdi. Həmən xanım deyir, o qoca nənə yeyə, hər loğmanın udanda əlin qaldırdı Allaha. Dedi, ilahim, mənim oğlumu cənnətdə Həzrəti Musa ibn İmranla qonşu elə. Həzrəti Musa dedi, ilahi, sən nə gözəl Allahsan. Bax, həmən o ananın duası, o qəssabı Həzrəti Musanla cənnətdə qonşu elədi. Ana bu cür nə gözəl bir ana. Təşəkkür Rahim bəy. Mēs bəzən deyirik cənnət analarının ayağının altındadır, o sözdə yox. Bax, əməldə olmalıdır. Nəticə indi nə idi? Əməldə olmalıdır. Qısasını deyim, nəticə nə idi? Nəticə bu idi ki, onun elədiyi sənəti Allah biraz bəyənmirdi. Amma ananın duası, gör harada gətirdi qərar verdi. Çox gözəl. Mütləq, sabah da buradadır. Birisi günü biz mütləq Tovuza yollanacağıq.